müalicələr gələndə də bu çanağında displaziyası var idi. Şenton xəttləri uyğun deyildi. Müalicəyə başladıq, o displaziyamız təmiz getdi. Sonra biraz gözlədik ki, görək özü yeriməyi necə olacaq. Bir müddət keçəndən sonra gördük ki, yeriməyində azalma, yəni kifayət qədər deyil, yeriməyi kifayət qədər deyil. Və biz başladıq burada pasiyentimizə reabilitasiya, fizioterapiya müalicəmizi və artıq prinsessamız gördüyünüz kimi sərbəst yeriyir. Bu gün də həkimdən hədiyyə gətirdi. Amma atasının balası. Kızlar həmişə atalarının balası olduğuna görə heç anasına da yaxın getmir, mənə də yaxın gəlmir. Amma bəzənin qızların hədiyyəsini gətirib. Təşəkkür edirik balaca Zeynəbimizin bu cür gözəl hədiyyəsi. Təşəkkür edirik, çox sağ olun. Hədiyyənizə görə, diqqətinizə görə. Bizim üçün ən böyük hədiyyə əslində pasientlərimizin sağalmalıdır. Qoyduğumuz məqsədə uyğun, məsələn, yerimizdə yeriməyi,